Değerli şəhid valideynləri, əziz dəyərli şəhidinə dəyər verənlər, diqqətlə qulaq asın. Hər kəsdən xahiş edirəm, diqqətlə qulaq asın. Bu gördüyünüz Nuruzlu şəhidimizin anası WhatsAppda mənlə telefonla əlaqə saxladı. Dedi, bala, mən istərəm ki, övladımın şəklində şəhid qardaşların yanında olsun. Dedim, mənim başım üstə, gözüm üstə, ana, siz əmr eləyin. Dedim, ana, başını dik tut. Alnını dik tutla ki, sən qəhrəman anasısan. Sən bu cür igidin anasısan. Bu torpaqlara bizə azad edən Nuruzlu şəhidlərimiz var ha. Bu Nuruzlu şəhidlərimizin sayəsində rahat gəzirik bu torpaqların üstündə. Sən bizim igidimizin anasısan. Həmişə dik tut, alnını dik tut, yolu gəzəndə dik gəzin. Ey şəhid valideynləri, ey şəhid ataları, ey şəhid anaları, yolu yeriyəndə dik yerin ki, qoy desinlər, igid və qəhrəmanın anası, atası gəlir. Heç və də qəddinizi əyməyin. Ana, verdiyiniz tapşırığı kəşfiyyatçı Qartal Mehrac yerinə yetirir. Allah Teala bütün şəhidlərimizin yerini cənnət eləsin. Məqamlarını uca eləsin. Allah qüdrətli ordumuzu qorusun. Cənab Ali Baş Komandanımızı qorusun. Ulu öndərimizin davamçısı, siyasətçisi Cənab Prezidentimizi qorusun. İnşallah paylaşacağım. İnşallah paylaşacağım. Yaqin ki, paylaşmalarımla hər kəsin qabağına keçər, o da bəyənlər bir şəhid valideynləri də görər ki, bəyənmə çox olsun ki, şəhid valideynləri qarşısına çıxsın. İnşallah vururam şəhid qardaşların yanına. Bəli, şəhidimizin də şəkli vuruldu şəhid qardaşların yanına. Bir də evimdəki olan şəhidlərimizin şəkillərini göstərirəm. Hər kəs diqqətlə baxsın, diqqətlə izləsin. İnşallah yenə də bir 8 dənə, 9 dənə şəhidimizin şəkillərinə yer qaldı. İnşallah onları da vuracağım. Allahın köməkliyi ilə. Allah bütün şəhidlərimizin yerini cənnət eləsin. Məqamlarını uca eləsin. Bəli, şəhidimizin şəkili də vuruldu. Şəhid qardaşların yanına baxa bilərsiniz. İnşallah 5-10 dənə boş yerimiz qalıbdır. Allahın köməkliyi ilə onları da vuracağıq. Şəhid qardaşların yanına şəkillərin. Allah bütün şəhidlərimizin yerini cənnət eləsin. Məqamlarını uca eləsin. Allah qüdrətli ordumuzu qorusun. Əyninə forma geyinib vətənə xidmət edənləri qorusun. Bugün bu şəkillər Naxçıvan şəhəri Babək rayonunun Nehrəm qəsəbəsindədir. Kəşfiyyatçı Qartal ləqəbli Mehracın evindədir. Öz mənim şəxsi evimdir. Dövlət obyekti deyil bura. Yəni birdən deyərsiniz bəlkə hansı bir dövlətin belə deyək də yeridir. Xeyr, bu mənim şəxsi öz evimdir. Allah bütün şəhidlərimizin yerini cənnət eləsin. Bir daha yerləri cənnət olsun. Bəli, cənnətdədirlər. Bu Nuruzlu şəhidlərimiz cənnətdədirlər. Diqqətlə də baxın, diqqətlə də izləyin. Hər kəsdən xahiş edirəm. Allah sizlərə səbr versin, dözüm versin. Ey şəhid anaları, ey şəhid ataları. Bəli, bugün yenə də kəşfiyyatçı Qartal ləqəbli Mehrac axıra qədər də davam eləyəcək. Çünki mən şəhid valideynlərinə tər ki, o şəhidlərin şəkilləri ilə, adlarına verilən siniflərlə məktəbdə və adlarına verilən küçələrlə təsəlli tapır. Mən də bugünkü gündə şəhid ailələri, şəhid valideynləri, şəhid bacıları, şəhidin həyat yoldaşları, şəhidin anaları, ataları, mən də əlimdən gəldiyi qədər şəhidlərimizin şəkillərini vururam evimə. Evimin salonunu ev müzeyə çevirmişəm. Bəli, mən də bunlarla təsəlli alıram. Bu da evimin eşdən gələndə qapımdır. Qapıdan girən kimi salavat verilir, fatihə verilir. Bəli, Allah bunların ruhu şad, yerlərin cənnət eləsin. Sağ olun, var olun.